Beləliklə, seçilmiş bünövrə tavasına biz sərtlik təyin edirik. Apply, yes. Mouse'un sol düyməsini, mouse'un ortadakı düyməsini fırlatmaqla kiçildirib böyüdə bilərik və Select Horizontal Barsla bu qayda ilə mən bu elementləri seçirəm. Yenə də Move Generatrix əmrindən istifadə edərək 4 elementə bölmək şərti ilə Z oxu üzrə zirzəminin hündürlüyünü verirəm. 330 idi bizdə zirzəminin hündürlüyü, yəni 4 yerə bölünür və divar yaradılır. Unselect əmrini vururam. Select Horizontal Barsla üfüq elementləri bünövrə üzərindəkiləri seçirəm. Bunlar bizə artıq lazım deyil. Bunlar köməkçi rolu oynayırlardı və delete etməklə pozuram. Select pəncərəsində Select Blocks var. Select Blocksla bir əmr çərçivəsində yaradılmış elementləri seçmək olar. Material Properties'də bunlara zirzəmi divarı adı veririk. Sağ düyməni sıxırıq. Restore Model seçirik, yəni sxem bərpa olunur. Üç səviyyəsindəki örtük tavasını seçirəm. Sağ düyməni sıxıram. Fragmentation etməklə yalnız həmin elementə baxıram. XY müstəvisində baxıram. Əgər bu hissələrdə bizdə balkon varsa, eyvan varsa, biz bunları Move Generatrix ilə çıxarda bilərik. İki yerə bölünsün. Y oxu üzrə 1.80 çıxsın. Y oxu üzrə 1.80 çıxır. Əgər bu konsolların üzərində divar hörüləcəksə, burada rigger vermək lazım olacaq və biz add elementlə bu hissələrdə konsollar əlavə edirik. Enter vururuq hər dəfə sual çıxanda və qarşısında tir veririk. Yeni yaradılmış elementləri bu qayda ilə təyin edək. Bir dəfə bütöv elementləri seçdim, sonra isə bu qayda ilə orta hissələri seçirəm. Yeni yaradılmış bunlar idi. Restore Model. Bizə lazımdır ki, bu elementlər kopyalansın. Bizə lazımdır 1, 2, 3, 4, 5, 6, 7, 8 kopya. Kopyaya girir.
Diafraqmaların yerləşməsini dəyişirəm və bu hissələrdə vermək qərarına gəlirəm. Move Generatrix əmri ilə Z oxu üzrə -330 bölünsün 4 yerə və 3 metr yuxarı. Y-Z müstəvisində baxıram. Bağladım pəncərəni. Unselect. Yenə də Select Blocks əmri ilə mən seçirəm yuxarıdakı pərdələri və Copy əmri ilə Z oxu üzrə 3 metrdən 1 8 mərtəbə kopyalayıram. Sağ düyməni vururam. Restore Model. Yaddaşa veririk. Select Vertical Bars əmri ilə üç mərtəbəni seçirəm, sütunları və Material Properties'dən girərək burada sütunların en kəsiyini təyin edirəm. 2 mərtəbə seçirəm növbəti, 40-ın 60'a edirəm bu sütunları. Növbəti 2 mərtəbə, 40'ın 50'ya. Növbəti 3 mərtəbə, 40'ın 40'a. Üfüqi elementləri aktivləşdirirəm seçilməsini, şaqulləri çıxardıram. Bütün üfüqi element riggerləri seçərək onlara rigger denkəsini verirəm. Select Blocks əmri ilə mən buradakı diafraqmaları seçirəm. Alt metrdən yuxarıdakıları və bunlara diafraqmalar hamısını seçək. Və diafraqma nikəsi verək. Zirzəmidə yerləşən diafraqmaların üzərini zirzəmi divarı örtüb deyə onu görmək olmur. Onu görməkdən ötəri biz zirzəmi mərtəbəsini seçirik, sağ düyməni sıxırıq, Fragmentation. Bu mənə lazımdır ki, burada pərdələr yalnız qalsın. Filtrdən istifadə etmək olar, Polyfilter. Keçirəm ikinci bölməyə, elementlər bölməsində By Orientation deyirəm, Z oxuna paralel olan elementlər seçilsin. Sağ düymə, Fragmentation. Yenə də Select Blocks'la seçmək olar, bizə lazım olan diafraqmaları. Diafraqma, yes. En kəsiyi verilir. Restore Model. Yaddaşa veririk. Bu pəncərəni bağlayırıq hələlik.
Örtük tavalarının en kəsiklərini, qalınlıqlarını vermək üçün biz onları seçməliyik. Bunun üçün filtrdən istifadə edirəm. Keçirəm elementlər bölməsinə, by orientation və burada yerləşdirirəm X, O, Y. Sağ düymə, fragmentation. Bir də seçirəm təkrar çərçivəyə almaqla, select element, ancaq yalnız yuxarı hissələr bünövrəni seçmirəm. Bunu bağladım. Material properties'e keçdim. Örtük tavasını vurdum üzərindəkilərə, apply. Yes. Sağ düymə, restore model. Yaddaşa veririk. Fəza görünüşündə baxmaqdan ötəri keçmək olar bura. Əgər rənglərlə görmək istəyiriksə, flag of drawings-ə daxil olursunuz. Bura quş qoyursunuz. Stiffness in color elementlər bölməsində. Update edirsiniz. Bir dəfə də show düyməsini vurursunuz və baxırsınız. Qayıtmaqla ötəri bunu vurursunuz. Yaddaşa verək. Buradan rəngləri götürürəm. Bünövrə tavasını seçirəm bir daha. Sağ düyməni vururam. Fragmentation. Geometrik projection'da baxıram. Yerli oxların görüntüsünə baxıram. Display'dən. Z oxları yuxarı yönəlməlidir hamısında. Ancaq görürsünüz, bəzi yerlərdə Z oxları aşağı yönəlikdir, qırmızı oxlar. Bu o deməkdir ki, armaturlanma hissəsində alt tordan üst torun yeri dəyişik düşəcəkdir. Z oxlarının hamısını yuxarı yönəltməkdən ötəri biz bünövrə tavasını seçirik. Həmin anda burada yeni alətlər paneli yaranır. Plates. Keçirik Plates'ə. Local Axis of Plates daxil oluruq. Və burada Co-Direct düyməsini vururuq. Yəni hamısı istiqamətlənsin bir istiqamətə. Bağlayırıq bu pəncərəni. Və gördüyünüz kimi Z oxları yuxarı yönəldi. Bu bölmədə armaturları seçmək üçün istifadə olunan yerli oxlara baxırıq. Və görürük ki, yaşıl rəng X oxları və göy rəng Y oxları hər elementlərdə üst-üstə düşmür, fərqlidir. Bunların hamısında bizə lazımdır ki, göy rəng oxlar Y oxuna paraleldə yansın. Hamısında. Burada fikir verirsinizsə, elə deyil. Seçirik bünövrə tavasını. Yenə də giririk Plates. Bura. Keçirsiniz bu hissəyə. Və buradan bu istiqaməti seçirik. Bağlayırıq. Oxların hamısı eyni istiqamətə yönəlir. Yaddaşa veririk. Sağ düyməni vururuq.